Salam xanımlar, sizə qazımı necə ağartmışam, yağlardan onu göstərəcəydim. İstifadə etdiyim vasitə budur. Yəni çox super, həqiqətən bəyəndim. Yəni sınamağa dəyər həqiqətən. Bir dəfə sınamaqla siz bunu, yəni davamını alacaqsınız, onu mən sizə deyim. Yəni ki, bunun əsas rolu nədir? Bu yağ sökücüdür. Bilənlər bilər, bilməyənlərə deyirəm. Həm sobanız üçün, həm qazınız üçün, həm də ki, çətin gedən yağlar üçün əla vasitədir. Həqiqətən qızlar sınamağa dəyər. Alın, yoxlayın. Beləncə isti tavaya qoyun, isti olsun yəni, mən də şüşədə qızdırın bunu, bunları qoyun qırağa, bundan çəkin üstünə, gözləyin, qoy ərsin. Təmiz o yağ özünə çəkəcək, əridəcək yağı. Ondan sonra başlayın onu təmizləməyə, görün, ağappaq olacaq, yəni parlayacaq qazınızın üstü. Bunun vasitəsi çoxdur, fabirlikin xalça üçünü var, ondan sonra divan üçünü var. Qab yumaq üçünü var, paltar üçünü var, paltar ləkələrini ağartmaq üçünü var. Yəni bilənlər bilir, bilməyənlərə deyirəm, həqiqətən sınamağa dəyər. Alın, yoxlayın, siz də bəyənəcəksiniz. Bu mənim birinci fabrikdən aldığım mətbəxim üçün vasitədir. Davamı gələcək inşallah. Onu da sizə çəkəcəm, paylaşacağım. Çox süper şeysən bəsən. Yarılamışam artıq. İstifadə etmişəm, yarılamışam. Yəni hər batdıqca bunu atıram, qoyuram. Təmizləyir, xoşuma gəldi. 5 manat almışdım, çox ucuz, effekti böyükdür.